Salam əziz abituriyentlər. 23 noyabr 2025-ci il tarixində 11-ci sinif 3-cü qruplar üçün keçirilmiş güvən sınağı 5-in tarix sualları ilə tanış olaq. 31-ci sualda Şəmsəddin Eltutmuşun hakimiyyət dövründə baş verən hadisələr haqqında məlumat verir və sualda demək Məhmud Qəznəli ilə onun oxşar xüsusiyyətlərini bizdən soruşur. Bir Abbas xəlifəsi tərəfindən sultan tituluna layiq görülməsi, bəli, bildiyimiz kimi Türk dünyasında iki Sultan Mahmud Qəznəlidir. Eləcə də Şəmsəddin Eltutmuş da Abbas xəlifəsindən bu titul almışdı. Hətta bu burada qeyd olunub mənbənin içərisində. Monqol hücumlarına qarşı mübarizə aparılması Şəmsəddin Eltutmuşun dövrünə aiddir, amma Sultan Mahmud Qəznəli dövrünə aid deyil. Oxşarlıq 2 olmaz. Hindistanın şimalda bəzi ərazilərin ələ keçirilməsi, bildiyimiz kimi Eltutmuş xan Hindistanın şimalında yeni ərazilər tutmuşdu. Eləcə də Sultan Mahmud Qəznəli də Hindistanın şimal-qərbinə yürüşlər etmişdi. Bu da oxşarlıqdır. Öz ölkəsində türk mənşəli tayfaların yerləşməsinə icazə verməsi. Bu da hər iki hökmdar üçün ortaq xüsusiyyətdir. Demək, Eltutmuş xan Monqol hücumlarından qaçan türk tayfalarına yer vermişdi. Öz ərazisində bu mənbələrə qeyd olunub. Sultan Mahmud Qəznəli də Oğuz türklərinə, Səlcuqlara, öz ərazilərinə yer vermişdi. Doğru cavabımız 1, 3, 4. 5 variantında isə Hindistanda əsas qoyulmuş dövlətə başçılıq etməsi. Hər ikisi Türk dövləti, Hindistan arasındakı mövcud olan Türk dövlətinin, yəni Dehli Sultanlığı və Qəznəlilər dövlətinin hökmdarı olub, amma əsası qoyulmuş sözünə görə biz bunu ortaq götürə bilmərik. Çünki Dehli Sultanlığı Hindistanda əsası qoyulsa da, Qəznəlilər dövlətinin əsası Əfqanistanda qoyulub, yəni Qəznə şəhərində. Bunu ortaq götürə bilmərik. 32-ci sual. 15-ci əsr Azərbaycan memarlıq abidələrinin sırasını tamamlayın. Həşbeş sarayı bildiyimiz kimi 1483-cü ildə tikilmişdi Yaqub Padşah tərəfindən. Şirvanşahlar saray kompleksi 15-ci əsrdə Şirvanşah 1-ci Xəlqullah tərəfindən tikilmişdi. Digər ikisi demək Naxçıvanda Gürcüstan türbəsi bildiyimiz kimi 13-14-cü əsr memarlıq abidəsidir. Bu olmaz. Mərdəkanda dairəvi qala, bu da 13-14-cü əsr memarlıq abidəsidir. Həsən Padşah məscidi Təbrizdə tikilmişdi 15-ci əsrdə. Oğuzun Həsən Padşah tərəfindən. Təbrizdə də Qeysəri bazarı yenə də Həsən Padşah tərəfindən tikdirilmişdi. Doğru cavabımız 3-4. 19-cu sonlarında Bakıda hərbi vəziyyətin elan olunması nəticələndi. Bildiyimiz kimi 1895-ci ildə Bakıda tütün fabrikinin fəhlələrinin başçılığı ilə mütəşəkkil tətil həyata keçirilmişdi və bu tətil zamanı demək hərbi vəziyyət elan olunmuşdu. Doğru cavabımız B variantı. Afinada drakon qanunları qəbul edilməsindən məqsəd, bildiyimiz kimi yıldan əvvəl 7-ci əsrdə qəbul olunub bu qanunlar və bu qanunlar toplusu, yəni hansı ki drakon adlı şəxs tərəfindən qəbul olunmuşdu. Demək, aristokratların həyatını, əmlakını qorumaq məqsədi ilə demosa qarşı qəbul edilmişdi. Səbəb nəticə əlaqələrin doğru bildiyi bəndi müəyyən edilir. Monqol canişinlərin yeri feodalları sıxışdırması, Bəndərin başçısı üsyan, bu demək Bəndər üsyanı 1231-ci Gəncədə Monqollar qarşı yox, Xarəzmli Cəlladinə qarşı olmuşdu. Teymuri hökmdar Şahruxun ölümü 1447-ci ildə, Teymurilərin Sərdud döyüşünə məğlub olması isə 1408-də eyni hadisə deyil. Cəlal Şeyxüveysin Təbrizə keçilməsi 1359, Hülakilərin süqutu isə 1357, bundan daha 2 il öncə. Bu da doğru cavab deyil. Qaraqoyunun yaranması 1410, Oğuzların yenidən hakimiyyətinin bərqərar olması doğru cavabdır. Toxtamışın Buxara Səmərqanda yürüşü 1387 və Əmir Teymurun Azərbaycanı tərk etməsi doğru cavabdır. A variantı. Qazan xan tərəfindən qadağan edilməmişdir. Kəndlərin bir yerindən başqa yerə köçməsi bəli 1303-cü il fərmanı ilə qadağan edilmişdir. Monqol qoşununda xidmət edənlərə torpaq sahəsinin verilməsi qadağan edilməmişdir. Əksinə onlara iqta adlanan torpaqlar verilirdi. İnci Barət divan torpaqları hesabına birləşdirilərək iqta verilirdi. Vilayət hakimlərinin vergi yığılmasının işinə qarışması bəli qadağan edilmişdir. Müsafirin rəiyyətin evində qalması doğrudur. Rabitə işçiləri, yamların da yam işçilərinin yerli əhalinin vəsatlanması qadağan edilmişdir. Hludovikin xristianlığı qəbul etməsi, Qaliya üzərində öz hakimiyyətini məhkəmələndirməsi, yəni 486 Suasson döyüşünə söhbət gedir. Və üçüncü olaraq da bildiyimiz ki, Frank krallığı 5-ci əsrin sonunda yaranmışdı. Həmişə tədbirli addımlarla fərqlənən Şirvan hökmdarı Qaraqoyunların siyasi gücünü özünü qiymətləndirməmişdi. Əvvəlcə Sultan Əhmədi müdafiə etmiş, bu məqsədlə Təbriz yaxınlaşıq döyüşdə ərəfəsində oğlu Kərim Mərsi onun köməyinə göndərmişdi. Sonra isə Qara Yusifin barış və itaət təklifini rədd etmişdi. Şirvanşah 1-ci İbrahimin mətnində bəhs olunan xarici siyasətin nəticəsində bildiyimiz kimi bu hadisələr 1412-ci ildə baş verilmiş Kür çayı sahilində döyüşdən öncəki hadisələrdir. Demək, burada məlumat verir və soruşulur ki, İbrahimin mətnində bəhs olunan xarici siyasətin nəticəsində nə oldu? Qara Yusif hakimiyyətini Kürdən şimala yaydı, yəni
Şirvanşahlar tabe etdi. Doğru cavab kimi də burada B variantını götürə bilərik. Hillerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Ərəblər, Monqollar, Teymurilər. Terek çay sahilindəki qələbə qazanılması 1395-ci ildə baş vermiş bu döyüşdə Əmir Teymur Toxtamış xan üzərində qələbə qazanmışdı. Cənubi Çinin ələ keçirilməsi 1271-ci ilə aiddir. Bu Monqol hökmdarı Kublay xan hakimiyyət dövrünə aiddir. Mərkəzi Asiyanın işğal olması ortaq xüsusiyyətdir. Həm ərəblər, məsələn, Talas döyüşünə qədər Əməvilər dövründə Asiyanın bir hissəsini tutmuşdular. Monqollar həmçinin Mərkəzi Asiya Xarəzmşahları 1219-21-ci illərdə mübarizə aparıb tutmuşdular. Əmir Teymur da elə hakimiyyətə gəldikdən sonra Xarəzm, Ürgənc bölgələrində yürüş eləmişdi 1370-ci illərdə və Mərkəzi Asiyanı işğal etmişdi. Bu ortaq xüsusiyyətdir. Sasanlar süqut olması bildiyimiz kimi 651-ci il Ərəb xilafətinə aid bir xüsusiyyətdir. Bir D. Hindistana hərbi yürüş təşkil edilməsə hər üçünə aiddir. Ərəblər Əməvilər dövründə dediyim kimi Hindistana qədər gelib çıxmışdılar. Monqollar dəfələrlə Dehli Sultanına yürüşlər etmişdilər, amma tuta bilməmişlər həmin ərazini. Teymurlər isə 1398-ci ildə Əmir Teymurun hakimiyyət dövründə Dehli Sultanına yürüş etmişdilər. Bu da ortaq xüsusiyyət olar. 1D, 2B, doğru cavabımız 3A, 4C, C variantı. Kaştartin rəhbərlik etdiyi müstəqil hərəkatın baş verməsi təsir göstərmiş. Bildiyimiz kimi eradan əvvəl 673, 672-ci illərdə Midiyada Assuriya ağalığına qarşı Kaştartin başçısına üsyan baş vermişdi. Bu üsyanın uğurlu olmasına, baş verməsinə təsir göstərən amil E variantına doğru göstərilib. Belə ki, Assurlar Manna və İskit şahının qoşunlarına məğlub olmuşlar. Mannada Ahşeri, İskitlərdən isə İskit şahı İşpakay Kaştart üsyanına dəstək olmuşdu. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazinin xəritədə müəyyən edin. Ərəblər tərəfindən Vestgotlar məğlub edilməsi bu 711-ci ilə aiddir. Bildiyimiz kimi İspaniyada Cəbəl Tariq boğazı. Böyük Karlın hərbi yürüşünə məruz qalması burada İspaniyadır. Aragon Kastiliya krallığının Vayt birləşməsi İspaniya krallığı 1479-cu ildə yaranmışdı. İspaniya ərazisi isə 4 kimi qeyd olunub. D variantı. Digər ərazilər 1 Yunanistandır, 2 demək Fransa ərazisidir, Qalliyadır, 3 Romadır, İtaliyadır, 5 isə Tunis ərazisidir, müasir Tunis, əvvəl isə Karfagen idi bu ərazi. 1930-cu illərində Qubay üsyanı, yəni 1837 Hacı Məhəmmədin üsyanına söhbət gedir və 19 əvvəllərində məşrut hərəkat üçün ümumi cəhət. Biz bunu dəfələrlə demişik. 1908-ci ildə Təbriz üsyanı zamanı, 1837-ci ildə Qubay üsyanı zamanı üsyan başçılıq etmək üçün hərbi şura təşkil olunmuşdu. Eylerven diaqramına əsasən paytaxtlar rəqəmlər verilmiş dövlətlərin 13-cü tarixinə aid uyğunluğu müəyyən edin. Bu Bakıdır. Bakı da Şirvanşahların paytaxtı idi. Bir isə Təbrizdir. Təbriz də 13-cü əsrdə Eldənizlərin, yəni Atabəylərin paytaxtı idi. Bu dövlətlərin 13-cü tarixini müqayisə edir. Teymur dövlətinin müttəfiqinin çevrilməsi bu Şirvanşahlara aiddir, amma bu 14-cü əsr 1386-cı ildir, yəni 13-ə aid deyil. A ümumiyyətlə çıxar, heç bir varianta aid olmaz. Doğru cavaba yaxınlaşdıq. Kəssanlar sülaləsinin hökmranlıq etməsi bildiyimiz kimi 1027-dən 1382-ci ilə qədər Şirvanşahlarda hakimiyyətdə olmuş bir sülalədir. Bu Şirvanşahlara aiddir, yəni 2B-dir. Monqolların birinci yürüşünə məruz qalması 1220-1222-ci illər dövründə, yəni 13-cü əsr və hər ikisi bu yürüşə məruz qalıb. Bu ortaq xüsusiyyətdir. Xarəzmşah cəhət tərəfindən süqut olunması 1227-ci ildə bildiyimiz kimi Atabəylər dövləti, yəni 13-cü əsrdə. Bu ancaq birə aid olar. İraq Səlcuq Sultanı 3-cü Toğrul məğlub edilməsi Həmədan döyüşünə söhbət gedir. 1190-cı ildə Atabəy hökmdarı Qızlastan aiddir, amma bu 12-ci əsrdə, 13 deyil. E variantı da çıxar. Doğru cavabımız 1D, 2B, 3C. Y variantı. Bizans dövlətindən fərqli olaraq Xəzər xaqanlığı. Albaniya ilə müttəfiq münasibətlər saxlanmışdı. Hər ikisi. Bizansla 654-də Cavanşir, Xəzərlərin 665-də. Peçeniklərin hücumuna məruz qalması hər iki dövlətə aiddir. 1091-də Bizans, Xəzərlərdəki 9-10-cu əsrlərdə. Slavanların bəzi ərazilərdə məskunlaşmaya icazə vermişdi, imkan vermişdi. Bizansda Justinian dövrü falan 6-cı əsr. Xəzərlərdə də bu var idi 7-ci əsrdə. Bu da ortaq xüsusiyyətdir. Erkən feodalizm dövrünə süqut etmişdi. Erkən feodalizm bildiyimiz kimi 3-cü, demək 11-ci əsrləri əhatə edir şərqdə, Avropada 5-ci, 11-ci. Bu illər aralığında süquta uğrayan Xəzərdir. 965-ci süquta uğrayıb. Bizans 1453-ə qədər hakimiyyətini qoruyub. Bu fərqli bir xüsusiyyətdir. Ərəblərin Şərqi Avropada irəliləməsinin qarşısını almışdı. Bu da 8-ci əsrdə Xəzərlər idi ki, Ərəb-Xəzər müharibələri nəticəsi olaraq da belə qeyd edirdik. 4-5 fərqli xüsusiyyətdir.
Daha sonra baş vermişdi. Əlincə qalasının Teymurlara təslim olması, Teymurun 3-cü yürüşü 1400, Cahanşahın Heratda sülh sazı imzalanması 1459, Azərbaycan Cənubi Dövlət Təşkilatına daxil olması 1367, Şeyx Uveysin Şirvan hücumu, Əsəd döyüşü 1410, Monqolların Azərbaycan 2-ci yürüşünün başa çatması 1239. Daha sonra dediyi üçün doğru cavabımız B variantıdır. Şimali Azərbaycan Milli Demokratik Hərəkatının inkişafına milli burjazın həyata keçirdiyi tədbir, bu barıq bəyannaməsi imzalanması 1906-cı ilə aiddir. Bu isə 1-ci Dövlət Dumasından sonra Əlmardan və Topçubaşına İsmail Ziyadxanovun hazırladığı bir sənəd idi. Burada milli burjuaziya, yəni burjuaziya bildiyimiz kimi Hacı Əmi Tağıyev, Musa Mağıyev, Şəms Azadlıyev, Murtza Muxtar bunlar nəzərdə tutulur. Bunu isə bu barıq bəyannaməsini 1906-cı ildə Əlmardan və Topçubaşı imzalayıb. O milli burjuaziya deyil, ziyalılar təbəqəsindən idi. Müsəlmanların ehtiraslarının özündə əks etdiyi ərzaq hallarının azalması. Bu da 1905-ci ilə aiddir. Bunu da Əlmardan və Topçubaşı hazırlayıb. Bu da ziyalı təbəqəsidir. 4-cü Dövlət Dumasının çağırılması bu Rusiya Dövlət Dumasına aiddir. 1912-ci ildə çağırılıb və Çar Rusiyası tərəfindən çağırılıb. Burjuaziyaya aid deyil. Nəşri Maarif və Nicat Cəmiyyətləri, bəli, bu doğru cavabımızdır. 1905 və 1906-cı illərdə əhalinin xeyrinə, yaxşılığı üçün bu cəmiyyətlər, yəni xeyirxahlıq məqsədinə, yaxşılıq məqsədinə yaradılmışdı. Tiflisdə ağaların şəxsi hüquqlarla bağlı komitənin təşkil edilməsi bu 1842-ci ilə aid idi. Bu da Çar Rusiyası tərəfindən tətbiq olunmuşdu. Hüququnu müəyyən edin. Səlcuq Osmanlı oxşar fərqli xüsusiyyət. Şimali Afrikadakı bir sıra ərazilərin əl keçirilməsi. Osmanlı Afrikada xeyli ərazi tutub. Səlcuqlar yalnız Misiri idarə edib. Bu ortaq xüsusiyyət olmaz, çünki ərazilər yazılıb. Bizansla mübarizə aparılması, bəli, hər ikisinə aiddir. 1071 Malazgirt, 1453 Osmanlı. Oğuz tayfalarına mənsub olması, bəli, Səlcuqların Qınıq boyunda, Qınıq boyuna mənsubdur, Osmanlı isə Qay boyuna. Fərqli xüsusiyyət, Abbasilərin asıla salınması Səlcuqlara aiddir 1055-də, amma Osmanlı Abbasiləri görməyib. Teymurlarla müharibədə məğlub olması, fərqli xüsusiyyət istədiyinə görə bunu götürürük. Teymurlarla müharibədə 1402 Ankara döyüşü ancaq Osmanlıya aiddir. Bu da fərqli xüsusiyyətdir. Anadolu torpağına sahib olması 1071, bir də 1453-də tam şəkildə bu ortaq xüsusiyyətdir. B, C, A, B. Doğru cavabımız E variantı. Xəritədə xüsusi iş almış dövlətin Azərbaycan hakimiyyəti ilə bağlı siyasətini müəyyən edin. Burada göstərilən ərazi Böyük Britaniya Krallığıdır. Britaniya. 1918-ci ildə Qacarlar dövlətinin AXC ilə dost müqaviləsi imzalanmasının alınması. Xeyr, bu 1920-ci ildə idi. Mart ayında AXC-ni Qacarlar hökuməti de jure tanımışdı. Bu 1918-ci görə A variantı olmaz. Bakını Azərbaycan Osmanlı qoşunlarının hücumundan qorumaq üçün qoşun göndərməsi. Bəli, bu doğrudur. 1918-ci ilin avqust ayının 4-də General Dan Sterville'in qoşunları Sentro-Kaspiyaya kömək məqsədi ilə Bakıya gəlmişdilər. Amma xoşbəxtlikdən onlar Bakını qoruya bilmədilər. Azərbaycan ordusu və Qafqazistan ordusu Bakını sentyabrın 15-də azad etdi. General Thomson rəhbərliyi adına AXC hakimiyyəti ilə əməkdaşlığa başlaması. Thomson 17 noyabrda 1918-ci ildə Bakıya gəlib və ilk olaraq da hökumətimizi tanımırdı. İkinci hökumətin dövründə gəlib. Sonralar 26 dekabrda 3-cü hökumət yaranır. 19-cu ildə nəhayət 3-cü hökuməti qanun hökumət kimi tanıyır. Bu 18-ə aid deyil. Naxçıvan General Qubernatorunun yaradılması 1919-un demək fevral ayına aiddir. 19-a aiddir, amma bu İngiltərə deyil, Azərbaycan Xalq Cümhuriyyətinin öz fəaliyyəti idi. Yəni İngiltərə fəaliyyəti yoxdur. DNK təhlükəsinə qarşı AXC ilə hərbi müdafiə paktının imzalanması bu DNK-nə qarşı müqavilə bağlayan bizdən Gürcüstan idi. 1919-cu ilin iyununda bağlanmışdı müqavilə. Demək İngiltərənin belə bir müqaviləmiz olmayıb. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılması kimi baha. 1919-cu ilin avqustunda Azərbaycanı tərk edən İngiltərə qoşunları verdiyi gəmi hesabına biz hərbi donanmamızı ilk dəfə tariximizdə yaratmışdıq. Doğru cavabımız 1B, 2C, D variantı. Roma sərkərdəsi Antoni, Roma imperatoru Mark Trayan Albaniya arasında hərbi yürüş təşkil etmişdilər. Trayan eləməyib. Sərkərdər Antoni edib. Antoni daha doğrusu etməyib. Heç ümumiyyətlə Antoninin sərkərdəsi Kanedi eradan əvvəl 36-da gəlib. Heç birine aid deyil. Parfiya ilə müharibə aparmışlar. Bəli, bu doğru cavabdır. Antoni eradan əvvəl 36-cı Fraspa döyüşündə, Mark Trayan isə eramızın 2-ci əsrində Parfiyanın paytaxtı Tesfona qədər getmişdi, tutmuşdu, amma üsyanlar səbəbilə geri dönmüşdü. Doğru cavabımız B variantı.
Azərbaycan xilafət dövrünə aid deyil. Ərəblər Sasani dövlətinin vergi sistemini tamamilə dəyişdirdi. Xeyr, tamamilə yox. İlk dövrlərdə Sasanilərin sistemini tətbiq etdilər. Vergi İqaməti Nəzarətinin amir adlanırdı, doğrudur. İlk vaxtlarına etibarən bütün önəmli vəzifələri ərəblər təmin. Xeyr, bütün vəzifələrə ərəblər yox. İlk dövrlərdə yerli əhaliyə də, yerli feodallara da icazə verilirdi. Demək, vəzifə tutmağa icazə verilirdi. 1-3. İşğal edilən ərazilərə əmirliklərə bölünürdü. Bu doğru cavabdır. Aid deyil dediyi üçün 1-3. Şəhərlər dövlətinin Qaraxanlı ilə oxşar rəvvalilərlə fərqli xüsusiyyətini müəyyən edir. Samanilərə qarşı mübarizə aparılması Qaraxanlıya aiddir, Şəddadiyə aid deyil. Səlcuqlar tərəfindən süquta uğradılması Şəddadilərə aiddir, Qaraxanlıya aid deyil. Qaraxanlıya Qarakitay və Xarəzmşahlar son qoyub. Əməvilər sülaləsinin ümumiyyətlə heç birinə aid deyil. 1-ci Məlikşahın qoşullarına məğlub olması, bəli, bu doğru cavabdır. 1-ci Məlikşah 1072-1092-ci illərdə hakimiyyətdə olub. Onun hakimiyyət dövründə Şəddadilərə süquta uğradıb 1088-də. Bu adlı sərkərdəni göndərərik. Qaraxanlı ilə də mübarizə aparıb. Çünki Alparslan 1072-də Qaraxanlılar üzərində yürüşə gedəndə öldü. Vəfat etdi. Onun yerinə taxta çıxan oğlu Məlikşah o yürüşü davam etdirdi. Qaraxanlılarla mübarizə aparıb. Rəvvadilər dövləti isə 1065-də artıq süquta uğramışdı. Yəni Alparslanın dövründə. Məlikşah onu görə bilməzdi. Yəni rəvvadilərin fərqliyi Şəddadilər və Qaraxanlılara oxşarlıq Məlikşahın qoşullarına məğlub olması. Doğru cavabımız deyildi. 10-cu yüzün ikinci yarısında meydana gəlməsi. Bu Şəddadilərə də aiddir 971. Rəvvadilərə də aiddir 981. Bizdən isə rəvvadilərin fərqli xüsusiyyət hissələrinə görə E variantı olmaz. Erkən Tunc dövründə əkinçiliyin inkişafının səbəbləri. İnsanların oturaq hərəkət keçməsi bu Neolit dövrünə aiddir. Torpağın toxa ilə şumlanması bu da Neolit dövrünə aiddir. Şumlanma zamanı qoşqu yolundan istifadə bəli 3. Süni suvarma da yaranıb 4. Xonşarcıq müəllim Əli-Xələcə Sultanın hakimiyyətə gəlməsi 1290. Papa II Urbanın Klermon qurultayı 1095. Əmir Teymur Dehliyə yürüşü 1198. Böyük Səlcuq İmperiyasının süqutu 1157. Xonşarcılığa baxsaq demək 4, daha doğrusu 2, 4, 1, 3. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycan dövlət kəndlərinə aiddir. Dövlət kəndlərinin bir yerindən başqa köçmək hüququnu ləğv edildi. Bu 1853-cü ildə 19-cu ikinci yarısında qəbul olunub, bu aid deyil bu dövrə. Dövlət kəndlərinin nəsil istifadəsinə verilən torpaqların sahələri dəqiqləşir. Bəli, 1903-cü il əsasnaməsinə aiddir bu cümlə. 20-ci əsrin əvvəlidir. Dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrildilər. Xeyr, çevrilə bilmədilər. Çarşısı dağılana qədər çevrilə bilməyiblər. Bu doğru cavab deyil. Kəndlilərə çəmən otlaq meşələrinə pay ayrılırdı. Bəli, bu da doğru cavabdır. 2 və 4. İkinci Göytürk və Uyğur xaqanların süqutunun əsas səbəbləri. İkinci Göytürk 744-də süquta uğrayıb, yerinə Uyğur yaranıb. Uyğur da 9-cu əsrin 40-cı illərində süquta uğramış türk dövlətidir. Bunların süqutunun oxşar xüsusiyyəti, əsas səbəbləridir. Tabe edilmiş türk tayfalarının üsyanı. Bəli, İkinci Göytürkə Uyğurlara da qırğızlar son qoyub. Bu oxşardır. Hakimiyyət uğrunda mübarizə, bəli, bu da hər ikisinə aiddir. Çinlərlə uzun sürən müharibə Uyğura aid deyil, belə bir xüsusiyyət yox idi. Dini pərakəndələr yalnız Uyğura aiddir. Qızılarslan, Şirvanşah II Ağstan və Qazanxan. Yerli oturaq feodal əyanlarının himayə olunması bu Qazanxanın islahatlarından öncə gördüyü tədbirdir. Hülakilərin vassal kimi hakimiyyətini qoruması 2-ci Ağstan 1256-58-də hakimiyyətdə idi artıq o və Hülakixana tabe olmuşdu. İraq Səlcuq Sultanı 3-cü oğlunun məğlub edilməsi 1190-cı ildə Həmədan döyüşündən söhbət gedir. Qızılarslan idi bu. Xəlifənin razılığı özünü sultan elan etmişdi. Bu da Qızılarslan xüsusiyyətidir. Yam adlanan rabitədən azal təşkil Qazanxan islahatında var idi, rabitə islahatında. Demək, mənbəni oxusaz burada Əmir Teymurun məyusluğundan, 2-ci Bəyazitlə apardığı mübarizə sonrası demək, təəssüf hissəsindən danışılır və bizdə situasiyadan sual verilir ki, mənbənin əvvəlində Əmir Teymur nəyə görə qələbə qazandığı döyüşü, yəni Ankara döyüşünü, Türk dünyasının gələcəyini faciəli hesab edirdi. 2 fikir qeyd edin. Məsələn, yaza bilərik ki, 1. Məsələn, qeyd edə bilərik ki, 1. Osmanlının zəifləməsi. Hətta Osmanlı o qədər zəifləmiş ki, fitrət dövrünə keçmişdi. 2 də qeyd edə bilərik ki, Osmanlının Avropa fəthlərinin dayanması. Bax, bu demək, Əmir Teymuru məyus edən səbəbləri idi. Və bu Türk dünyası üçün böyük bir
problemə çevrildi o dövr üçün. Faciəli bir hadisə hesab olunurdu. İldırım Bəyazlı Əmir Teymurla toqquşma gətirib çıxan 3 səbəb. Onsuz 3 səbəb var. Birinci olaraq qeyd edə bilərik ki, Qara Yusif və demək Sultan Əhmədin Osmanlıya sığınması. Bunu qeyd edə bilərik. Bəyazlı onları təhvil verməmişdi Teymura. 2. Qeyd edə bilərik ki, Teymurun ticarət, ön Asiyadakı ticarət şəhərlərini tutmaq istəməsi, tutmaq istəyi. Və 3-cü olaraq qeyd edə bilərik ki, bu demək münaqişənin, toqquşmanın səbəbi kimi demək Kiçik Asiyadakı xristian hakimlərin Teymura müraciəti. Onlar məktub yazırdılar ki, gəl Osmanlını tabe et, demək işğal et, biz sənə kömək edək. Biz də azad elə, bizi onun hücumundan qoruq. Xristian hakimlərin Teymura müraciəti. 60 sualı var. Tarix bilgilərinizə əsasən hansı amilin Ankara döyüşündə Əmir Teymurun qələbəsini təmin etdiyini yazın. Aha. Teymurun üstünlüyü var idi. Demək, qoşun sayında üstünlük, belə də yaza bilərsiniz. Üstəlik Teymur 1198-də Hindistana yürüş eləmişdi, Dehliyə. Döyüş filləri gətirmişdik oradan. Bu da döyüşdə əsas üstünlüyü almağında önəmli rol oynamışdı. Döyüş fillərindən istifadə qeyd edə bilərik. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.